Herkese yeni bir günden salamlar. Burada babat yağış yağır. Geceden yağır bu arada. İnşallah sabaha devam eləməz. Çünkü sabahlarım uşaqların göz müayinəsi var. Çiçəklərimi bu arada hamısını aşağıya qoymuşam. Normalde hamısını yukarıya koyuram. Burada 2 gün külək oldu ve maalesef mesela modip çiçeğim düştü, kırıldı. O buyurdan kırıldı indi bu dəqiqə. Mən bugün yukarıda gelip aşağıdan toz soranı getirin. Buranın toz soranı yiyeceğim. Bir de uşağın paltarlarını yuyacağım. Burada yuyulacaq paltarlar var. Bu fırçalar nədir desəz, hamamı yumuştum. Bunun içini yumuştum. Ona göre orada fırçalar var. Bunları atım yuyulmağa. Uşaqlar bu arada apardım aşağıya. Önce bir buranı temizleyeyim, sileyim, bir tozunu alayım buranın. Ondan sonra aşağı düşüp yemek yiyeceğim. Size sabah tatlılarını da göstereyim. Yatırlar. Teze yuxuya gedirlər bu arada. Sabah balları. Beyefendi de oturup evin düz ortasında. Ne haber Tombik? Ne haber? Ne dersen? Ne oldu? Ne oldu? Ne oldu? Bu arada evde bugün təkəm çünkü Kərim məktəbə başladı artıq. Kərim bugün məktəbə getdi. Uşaq səhər durub gəlib yanıma. O kadar gece oyanıb yatıram. Şu an məktəbə gedəcəyini unutmuşam. Anam yaxşı ki, zaten planımız elə idi, yemək olaraq onu vermək. Anam yaxşı ki, işte bacı deyəndiyim, yəni bulka eləmişdi. Göstərim hətta sizə. Böyle bulkalar eləmişdi. Bulkaların ikisinin içine şokolad koydum. İkisini de sade bir şekilde verdim, apardım. Temizlemeden önce toz soranın içini temizleyeceğim. Buna salfetka bükürük bu şekilde. Yani ıslak mendil. Size sadece ele böyle göstermek istedim. Sonra bırakacağım. Görürsünüz içi dop dolu. Şimdi ben bunu boşaldım, gelin. Salfetka ilə eləmənin bir yaxşı xüsusiyyəti var ki, bu gördüğünüz torbası kirlənmir. En fazla arada bir biraz böyle toz alır özünə. Hem çırpırsan gedir, hem de arada bir yusan yeterlidir. O da nadir. Yani sürekli yumağa ihtiyaç yoktur. Böyük ihtimalle bunu hamınız bilirsiniz. Belələ salfetkaları açıram. Lənçinə. Hatta bölelim kameranı. Bu usul gerçekten de insan hayatını kurtarır diyebilirim. Çünkü bu toz torbası temiz çirklənəndə, yani bunu vaxtında eğer temizləməsən, yumasan, yaxşı çəkməməyə başlayır. Əvvəllər çox əziyyət çəkirdim. İndi sonradan bunu öğrendim. Bunu eləyəndən sonra çok rahatlaşır bu arada. Bunu bu şekilde bura yerleştiririm. Qalan hissəsini də içəriyə qatlayıram. Belə, sonra da bunu bağlayacağım. Tamam. Eşi işləyəcəyim. Tozlanmadan önce buranın bir tozunu almak istəyirəm. Bu arada bu hissə dağını görə bilər. Burada mən paltarlarımı asıram və əslində burası bağlanmışdı. Belə pərdə elətdirmişdim. Burası bağlanmışdı. Yani bağlananda təmiz və düz bir görüntü olur arkada. Burası zaten dağınıq değil. Ama paltarlar renkli oldukları için çok dağınıq göstərir. Dağınıq değil. O zaman deyirəm ki, o bir dənə toz alanlar var, böyle başı yumuşaq olanlar. Onlardan alacağım. Yani her şeyi alırım. O elimden çıxır. Bir dənə ondan da gözüm almalıyım.
Buna vaxtı qonşum Bodrumdan gələndə getirmişdi mənə. Bu arada bu dərmanı niyə ortalığa qoyursunuz deyə bilərsiniz. Magnezyumdur. Ramin yadından çıxmasın deyə qoyuram bura. Sonra yadından çıxardır. Burada hazırlaşanda eləyəndə telefonu çox istifadə elədiyim üçün telefon qoyacaq hər zaman bunun üstündədir. Makyaj çıxartmaq üçün ıslaq mendildir. Bu da mənim üzüm zaten qurutduğum havlularımdır. Bunu tez istifadə edirəm deyə ona görə yığışdırmadım, burada qaldı. Bu Dənizin randevusu da unutmayayım deyə bura qoymuşam. Uşaqların bu, bilirsiniz də bu çantasına, çox önemli çantadır. Bir de buradan bir şey alın. Bu arada bu organizerler kullanışdı ki o kadar memnunum ki. Ben buradan ağız mendili alım. Bir almayayım, hatta iki alım. Sonra bunları alım. Bunun üstüne alım. Toz-soğanı alım. Çünkü her şey aynı anda elime yığıb aparmayı çok sevirəm. Bir de yuxarı. Dəyişdiyim pampasları da qoymuşam bura. Bunları da götürürəm. Aşağıya aparıram hamısını. Bunları da dirək burada çox rahat, profesional şəkildə həll elədim. Sonra gedir. Təbii ki, sonra yer anamın otağıdır. Biraz çox qaranlıqdır. Çünki anam bu güneşli pərdəsini də örtür. Gedir yerinə. Buranlar kullandığım bandanalar qalıb. Buradan bir yerdə vereyim. Ayda burada da ağız mendili varmış. Bunları təmizləmək lazımdır nəysə. Təmizləyərik. Bu çöpdür. Ağız mendili. Şişə qurban olurum. O bu benim çiçeklerimdir de çiçeklerim. Olsunuza dönerim sizin. İstedi. Uş, ölərəm elə. Bunları yerine koyuyorum. Hamısını mən renk koymuşam. Güzel neyse. Bunların bu arada hamısı bandanadır.
Temu'dan aldıklarım. Bunlar Temu'dan almıştım. Bunlar 20 cürə rəngi idi. Bir de bacımın mənə verdikləri var. Bacım qızından qalan bir sürü çeşit bandana var burada. Cürbəcürə və arxada da var bu arada. Renk. Səhər yemək yumurta eləyəcəm yenə. Ama çəkməyəcəm sizin yumurtadır, bildiğiniz yumurta. Yumurta pişirəcəm. Və istəyirəm bir dənə də filtre kahve koyun pişmeye. Əlləmişdim. Raminlə içmişdik. Bugün yenə deyirəm, eləyim. Baxın. Doldu. Dün əlləmişdim çünkü. Yudum. Koydum bura. Aha, Raminə işə düşdü. 2 qaşıq tökdüm və indi sualları verəcəyəm. Raminə işləyir. Səs onun səsidir. Biraz da başına töküm çünkü bu doldurmuş. Şey. Bu fırça da bu arada bunun da yumaq üçün, içindəkiləri yumaq üçündür. Nələri bura qoyaq. Bu xanım qız işləyir. Bizə səsindən imkan verməyəcək, siz mənə eşitməyəcəksiniz. Allah'a çıkma. Yaxşı. Normalde bizim tuvaletin pəncərəsi açıq olur. Nə? Çıx. Hə. Çıx. Bu çıxmırsan. Hayasız. Çıxmırsan. Sonra da mı yol diyorsan? Çıx dedim. Çıxaydım. Niye çıkmadım? Niye çıkmadın? Çıkaydım mı? Niye çıkmadım? Hop. Neyse. Şu an paltalar yuyuldu. İndi sərəcəyəm. Bu arada arıqlamaq istəyirəm biraz. Çünkü bak açdım qapını, çıxmadın. Tamam, açıram, çıx. Çıx. İndi qayıtmaq üçün gəldi. Arıqlamaq istəyirəm biraz. Ama o motivasyonu da özümdə tapa bilmirəm. Çünkü 72 kiloydum demiştim size zaten. Hala da yeni kiloda kalmışam yani. Değişmedi bu kilo. Ama yani artık köhnə kiloma düşmək istəyirəm. Bir yandan istəyirəm, bir yandan özümdə o motivasyonu da tapa bilmirəm deyə bilərəm sizə. Amma inşallah Allahın köməkliyi ilə düşəcəyəm. Özümə söz vermişəm də nə vaxt o motivasiyaya da tamına gələcəyəm. Nə eləmək istəyirəm? Əvvəl diyetaya girmək istədim. Bu arada diyet eləməkdən qorxmuram. Deyirsiniz ki, ay uşaq əmizdirirsən, süd nazaları falan. O diyetanın südlə heç bir əlaqəsi yoxdur. Yəni mənə görə. Çünkü baxır necə diyet edirsən. Özü ad saxlamadığın müddətcə heç bir problem yoxdur. Diyet eləmək istəyirəm, amma diyetaya mental olarak hələ hazır deyiləm. Elə deyim sizə. Mental olarak hələ ki o şeydə hiss eləmirəm özümü. Eləyəcəm bunu kafasında deyiləm. Ona görə belə eləməyi düşünürəm. En azından çöreği tamamen en minimal şekilde yemeyi düşünürəm. Sonra çox aşırı çayla çox abur cubur şirin şeyler tükətirəm. Onları en aza indirməyi düşünürəm. Yəni çox aza indirməyi düşünürəm. Amma bunu bir dəfəlik eləsəm yoxluq yaşayıb təzədən aman o məsələn bilirəm ki əmizdirəcəyəm, qan şəkərim düşəcək və bir anda yemək istəyəcəyəm deyə özümlə bacara bilməyəcəm. O vəziyyəti də özümü gətirmək istəmirəm. Yəni özümü tanıyıram, yəni artıq vücudumu çox yaxşı tanıyıram. Özümü də yaxşı tanıyıram və nə edəcəyimi də bilirəm o momentdə. Bunların heç bir bəhanə deyil yəni. Yəni ay mən eləyə bilmərəm, mən özümlə bacara bilmərəm söhbəti deyil. Yəni bacara bilərəm, amma bu mənim üçün necə deyim sizə, sürəkli davam elətdirə bilmərəm. Ona görə onu sürekli davam elətdirməyim üçün elə eləməliyəm, elə bir yol seçməliyəm ki özüm üçün. Mən sürekli bu dediklərimi eləyə bilim. Neyse, ona görə özümə belə bir yol seçirəm ki, çörəyi azaldım. Bacardığım qədər az yemək yeyim və yeməklərimi daha tez yeyim. Axşama qalmasın yeməyim. Yəni çalışacağım onu eləyim. Məsələn, gündə əvvəllər 2 dəfə yemək yeyirdim. Yenə eyni şəklə, eyni qaydaya qayıtmaq istəyirəm. Eyni qaydaya yenə qayıtmaq istəyirəm. Oldu, gəldin, gəl. Gəl, gir. Dedim soyuqdur da yaxşı yağır. Bu arada mən kilo vermənin nə olduğunu, necə bir şey olduğunu çox yaxşı bilirəm. Çox yaxından bunu eləmişəm. Nə vaxt eləmişəm? Mən
2022'də səhv eləmirəmsə, yox. 21'də yanlış hatırlamıramsa 2021'də mən kilo verəcəyəm. 60'ın altına düşəcəyəm deyə qərar verdim öz-özümə və gerçəkdən də o qərarı eləmək üçün əlimdən gələni elədim və düşdüm də. 60'ın 58 kiloya qədər düşdüm. Amma 58 kilonu özümə heç yaraşdıra bilmədim. Düzdür, çox hafif və yüngül hiss edirdim özümü, amma nəsə 58 kilonu özümə yaraşdıra bilmədim. Yəni heç kim məni 58 kiloda bəyənmədi bu arada. Ətrafımdakı heç kim. Özüm də çox da özümü bəyənmədim yəni o kiloda. Yəni bəlkə də şey eləmişdim, yanlış kilo vermişdim. Onu düzəltməliyəm. Yəni idmansız bir şəkildə kilo vermişdim. Bəlkə də ona görə özümü o qədər bəyənmirdim. Neysə, bu arada bir ara idman da eləyirdim. Hətta vloglarımda da var. İdman salonuna zadına gedirdik Raminlə. Bir ara idman da eləyirdik. Yenə Allahın köməyindən uşaqlar biraz böyüsün. Yenə o şəkildə idman salonuna getmək istəyirəm. Çünki idman salonuna getmək daha rahatdır. Daha insana motivasiya verir. Evdəkindənsə daha çox idman etmək istəyirsən. Ona görə idman salonuna getmək istəyirəm. Yəni, bu arada çöldə babat soyuq var. Elə soyuqdur ki hava. Gəl görəsən. Tam paltarlarım səririm. Bu şəkildə bu arada eləməyə başlayandan sonra əgər kilo verməyə başlasam mənim üçün yaxşı olar. Çünki yavaş-yavaş bunu artıraram. Məsələn, indi ən azından yeməyimə fikir verim. Ondan sonra da məsələn, daha dietik, daha belə diqqətli bəslənə bilərəm. Yəni onun üçün özümdə motivasiya da tapa bilərəm məncə. İndi paltarları sərim. Yemeğini yedin, altını değiştirdin. Ne değişen? Şarkı değişen mi ne? Oy, baba. Aya bakışan. Uzadım seni ya. Uzadım seni buraya. Dani. Dani. Ha? Dani. Ay Dani. Ne oldu aşkım? Ne oldu bir tanem? Gözünü parantez. Dani, sen yemek yedin. Altın da değişti. Rengin de değişti. Çiçek gibi kız oldun. Ha? Öyle mi oldu? Öyle mi oldu? Deniz, Deniz, aşkım. Gözlerinizi paraldırıyor. Ne oldu? Bu ayaklar hiç dayanmır. Paltolarını değişmişim bu arada buradalar. Bu ayaklar hiç dayanmır. Bıcır bıcırdı bu ayaklar. Sağlam ol. Bana baksan. Ne var orada? Ya bakışan haya. Dani. Kuku. Ne oldu aşkım? Aşkım. Şey yemişsin. Rahat rahat uzanmışım bir tanem. Ay. Ne dinliyorsun beni? Damla. Aşkım. Damlam. Bir tanem. Canım. Uy aşkım. Balım. Beyim. Bu kız yatır çok uyanır. Anlamadım ben o kızı. Aşkım. O benim patığım. Bu ayaklar hiç dayanmıyor bu ayaklar. Bu ayaklar niye dayanmıyor bu ayaklar? Ha? Şurayla hareketli değil bu ayaklar. Seni kuponulara. Can. Böyle ayıqdılarsa yerlerine koyanda şey olmurlar. Yatmak istemeyende mızmızlanırlar. Değil mi aşkım? Dünya ben bökeceğim de divanda uyumak istiyorum de mənlə koysan krafata. Uyamıyorum ben kıyafata. Değil. Ha? Sen benden danışırsan, sohbet edirsən Ece. Oy Damla. Damlacığım. Damla. Aşkım. Belə uzatmışam divana. Mən də oturmuşam bura. Edit eləyirəm. Damlanı göze getirmişim. Deniz de inir. Deniz eliyi tutup.
İşimiz bitti. Eve giderik. Avtobus gelene kadar kafe aldım. Kafe içeceğim. Nerede yatabilir? Ben ne inanmışım? Bu kızı işte ben çileççe indirmişim. Popiştarınca indirmişim. Hemen yiyeyim. Gördüm yatmır. Ben de iş görmeliyim. Koydum bunun içine, cobunu yığıştırdım. İşletmeyəcəydim. İntezden açtım. Çünkü burada koymaya başka yeri yoktu. Aha yuxusu da cəlbək elə burada özü üçün yatdı. Hallar da soyuqdu. Yok, ılıqdı, yaxşı dallarda. Geyindirmişəm çünkü. Başına da papak koymuşam balamın. Çünkü üstünü örtmürəm. Değil mi aşkım? Değil mi bir tane? Ne hoşuna gelmedi. Can. Suskasını da getireyim. Her ihtimala. Kız hala yatıp uyanmayayım. Hanım kızın soskasını aparar. Soskasını aparar. Soskanın başlığını yeməkdə əziyyət çəkirlər. Tüpürüb eləyirlər. Ben de belə arkasına vururam ki yesinlər. Çünkü soska onları rahatlaştırır. Bu arada benim fikrimə görə mən oğlum da belə böyütmüşəm. Soska böyük bir rahatçılıqdır yəni. Mən çox sevirəm. Soska uşağı rahatlaştırır. Bunları da buralarda bir yere bağlayaq. Tamamdır. Bu kız burada otursun, ben de gece yattı. Ben de yemeğimi pişirim. Yemekte bugün ne var? Toyuq çıxartmışam. Çox çıxartmışam. İndi böreği hazırlayacağım. Böreğin için həmişə kimi eləm. Soğan, işte şeydir, mən kök də vururam, biber de vururam. Hamısından vururam yani. Bir de şey de vuracağım içine. Pardon. Biber vurmayacağım. Bunun için biber vurmuram. Kök vururam, soğan vururam. Bir de ıspanak vururam içine. Ispanak vuracağım. Pişireceğim inşallah. Burada soğanlarım var. Ben bol soğanlı yiyirəm her zaman. Ümumiyyətlə mən soğanın belə bolluğunu sevirəm. Bunu qəşəngcə soyacağım hamısını. Kızım. Benim. Aşkım. Toyuqlu eləyəcəkdim sadəcə, fikrimi dəyişdirdim. Həm toyuqlu, həm kartuşkalı eləməyi düşünürəm. Ona görə kartuşkalarını da soyup hemen bir qaynamağa qoyacağım. Soyup qoyacağım ki daha hızlı olsun. Pür eləyəcəyim. Damla ağlayır. Kartuşkamı çox hızlıca qaynamağa qoyub gedirəm. Damlayı yedizdirməyə. Bunlara bakın, çok komik görünürler. Ay, dibinizi yiyeyim sizin. Ay hiç de bana böyle indiriyorum. Çok komik görünürler. Tipe bak. Kızlarım benden bir yerde yemek pişirecek. Gittim koydum ikisini de bura. Bunların tipini yiyeyim. Papuçlarını yiyeyim. Ay, bunları alanda necə həsrətindəydim ay Allah. Səncə indirəcəm bunları buna. Olacaq yayınlarında nə vaxtsa. Allah. Yiyərəm sizi. Çox şükür bu günləri də gördük. Çiçək kupon olarım. Bu lici çiçəklərim mənim. Nəysə yeməğimi pişirim. Azıram, soysun. Onu keçirdirəm rəndədən. Doğramıram. Yəni bu fasonda bu aparatdan keçirdirəm. Gördüyünüz bu aparatdan. Tavamı qoydum qızmağa. Şey yağımı tökürəm. Doğradığım soğanları doğradıqda onun içine əlavə edəcəm. Köküm evdə yoxdur. Bir dənəcilə qalır. Elimdə olan kökü əlavə edəcəm. Benim ahırım açım. Yemeğini koy. Bir de sallatsam bir şey olur. Yox, sallama. Özel sallat. Görüyorsun. O hassas qıtaqların kimi sallanırlar. Ya Allah. Bak beleler, beleydi. Kalmıştı bele. Hamı yaparım beleler. Benim vardı.
Am yaparım seni. Beni vererdi. Sen bu şeydi eve gelmişsen boğazına iyot sıkmamsan ama. İyot orada değil. Cebe yapışımsan onları. Ara yapışmışam. Cebe yapışırsan onları al. İyodu sıktı sonra da su içir. Tekrar sağdan. Fıstık. Hadi. Neye bak. Balkon penceresini açtım. Ne? Balkonun pencere, yukarıda hamamın penceresini açtım. Yukarıda hamamın penceresi. Biber əlavə eləyirəm soğanın içinə. Hafif biraz köklər də qovrulsun. Nərimə görə qablarımı da yuyuram. Hər zaman belə eləyirəm bu arada. O zaman qabımda qalmamış olur. Yumuyum. Şey də doğrayayım. Spanaq da doğrayacağım. Çünki mən bunu həmişə spanaqlı eləyirəm. Sadə dümdüz xoşuma gəlmir. Spanaqlı daha ləzzətli olur. Amma birazını da saxlayayım, pişik eləyərək. Ətimi də tökürəm. Olursun. Kızları bu tarafa aldım. Çünkü oradan külleri var. Bak pencerenin altından atmışım. Ama bu işi sevdim. Kutudan burası çok dardı da. Biraz böyle geniş olsaydı daha rahat olardı nasıl. İşimi görürüm ama uşaqlar yanımda olur. Tuzunu tökürəm. Orandan sonra kırmızı biber, kekik, sarı kök ve istiyor tökəcəyim. Altını söndürürəm. Çünkü bir şey var. Spanağı blenderdən keçirdirəm. Əlimlə doğrumuram. Spanağı doğradım. Bu hazırladığım içliyi də spanağın üzərinə əlavə edirəm. Ay dökəcəm. Ay dökəcəm. Elə karıştırıram. Onu yapışdırıram. Və sosunu düzəldəcəyəm. Sosunu düzəltmək üçün də bir su bardağı götürürəm. Bir su bardağı qədər süt. Yarım bardaq, yani bir bardaqdan biraz az qatı, duz, sarı kök, istiot, çox az ama. Bir də yenə bir bardağa tam çatmayacaq şəkildə yarım bardaqdan biraz çox yağ. Və bunları qarışdırıram. Hazır. Şimdi bunları al. Yaxşı yadıma düşdü. Yumurta da var. Bir dənə də yumurta əlavə edirəm içinə. Təmiz yadımdan çıxmışdı. Yaxşı hamısını qarışdırıram. Yufqam var. Bəzi yağımı yaxşıca qurutmam lazımdır. Kağızla yaxşıca quruduram. Yufqamın islanmayını istəmirəm. Qurutdum. Yufqam biraz dağılıb. Çünkü buzxanaya koymuştum. Buzxanadan çıxartdım. Yəni ona görə dağılıb. Ama sıxıntı yoxdur yəni. Açıram. Sosumu əlavə eləyirəm. Elənsinə yayıram. Bu arada bunu qabaqcadan almışdım bu yufqanı. Ona görə bundan edirəm. Yoxsa bundan sonra burada paxlava yufqası satılır. Onunla bir dəfə eləmişdim. Çox bəyənmişdik. Onunla eləməyə davam edəcəyəm. Onunla eləməyə davam edəcəm. Ondan daha qəşəng olur. Da bu yufqanı almışdım deyə çöp olmasın. İşlədim. Bunun yarısını saxlayacağım bu arada. Hamısını eləməyəcəm. Yarısını saxlayacağım. Sabahlarım paxlava yufqası alacağım. Sabahlarım qalanın paxlava yufqası ilə eləyəcəyəm. Yəni için hamısını bugün eləməyi düşünmürəm. Ona görə sizə sabahlarım o paxlava yufqası necə şeydir onu da göstərirəm. Bilmirəm Azərbaycanda satırlar ya yox. Hətta bir dəfə sizlə bir yerdə o paxlava yufqası ilə soğuk paxlava eləyək. Yaxşı ağlıma düşdü. İndi burada yufqam dağımdır. Ama yapabileceğim bir şey yoktu. Kurtarabildiğim kadar kurtarmaya çalışıyorum. Ne oldu kızım? Ne oldu annem? Neyse bunun üstünden yufka sıktı. 5 adet. Bunu kim alıp ki? Ben çok 5 adet yufka almıram. Bence de satmayıblar soxulusunu. Ona görə bunu almışım. Yufqam azlıq eləyir deyə belə qərara gəldim ki, çünki mən bu qədər içində az olduğunu fikir verməmişdim. Ona görə milföy hamurum var. Milföy hamurunun içinə də patates qoyacağım. Onu da qalanı saxlayacağım. Sabahların o dediyim paxlava böreyindən alaram. Pardon, paxlava yufqasından alacağım. Bir yerdə ondan eləyək. Bundan da börək çox qəşəng olur, kıtır olur yəni. Bununla börək daha yumuşaq olur yufqa ilə. Yəni normal börək yufqası ilə, amma paxlava böreği ilə daha qəşəng olur. Böyləri iki yerə böləcəyəm. Ne diyorum bu uşaklar ona? Hı. Mırtışkılar. Tiplər mürtəyib. Əllərimdəki tiletlərə bax. Ustanın ağzından ya sos kaydı. Çünki mızıldayırdı. Babasının səsini eşitdi uyandı yatmışdı. İşte. Aşkım. Aşkım. Aşklarım. O yatmışdı çünki. Sönmüşdü. Üstüne yalıqdım onu. Bana kimi öz zor yerlənir. Ben yerler. Sən yerləndin. Havalı yerlerde de kadar terpem. Aşklarım. Doğradıq mı milföyləri?
Yenə hazırlayacağım zaten. Onların qalanını da qoyacağım airfryer'ə daha hızlı olsun. Çünki hamı işdən gəlib, acdılar, yemək yeməlidirlər. Bunları atıram fırına. Çox belə deyə bilmirəm. Məsələn, Dəniz çox ağlayandı, səs-küylüdür ya da Damla çox ağlayandı, səs-küylüdür. Mən bunu deyə bilmirəm heç biri üçün. Hani bir Damla çox ağlayır, Dəniz sakin. Bir də baxırsınız, Dəniz çox ağlayır, Damla sakin. Buna görə dəyişkənlik göstərir. Yəni deyə bilmirəm ki, hansı sakin ya da hansı səs-küylüdür. Bir də baxırsınız, ikisi bir yerdə ağlayır. Bak şimdi bu da şaşkasın attı. Bak. Nə qoydum, 2 dənəsi qaldı. Onu da airfryerə qoyacağım. Oradakiler bişəndən sonra alan içində tökürəm bura. Sabah baklava yufqası salacağım. Geri qalanda onları. Vəssalam. Biraz da burada içeceğim qalır. İçim qalıb. Sabah bunu artırıram. Bunu elə bir qaba töküb ki, qapalı olsun. Nəyə tökə bilərəm? Sabah bunun üstüne biraz daha əlavə edərəm. Çoxaldıram bunu. Oradan da qalır. Onda sabah işlədəcəyəm. Üzünə biraz keçirdim. Şurada streçlədim, beşetçilər. Bunları yöneteceğim və işlərim bitti. Bunları xaldenkə yerləşdirirəm hamısını. Bu arada kızlar, uşaqların rob müayinəsini apardım. Heç sizə danışmadım. Bugün geçen hafta Dənizin rob müayinəsi vardı. Bugün də Damlanın var. Əlbəttə aparıram. Həkim çox şükür Allaha. Damla Dəniz 3 həftə 1-ə artırılmışdı izlənməsi. Amma Damla hələ də 2 həftə 1-də qaldı. 2 həftədən 1 gedirdik. 2 həftədən 1-də qalmışdı. Ona görə çox narahat idik ki, yəni Dənizdə irəliləyiş var, Damlada yoxdur. Damlanın bir gözündə var idi bu problem, sol gözündə. Davam edir, bu problem tam olaraq düzəlməyir. Amma çox şükür ki, bugün həkim mənə çox yaxşı xəbər verdi. Damlanın da artıq izlənməsini 3 həftə 1-ə elədilər. Prosto bu həftə baxın, nə danışırdım deməli. Deməli, çox şükür həkim çox gözəl xəbər verdi. Allah şükür, artıq Damlanı da 3 həftədən 1 görməyə başlayacaq. Bu sol gözü tamamen yaxşı, yani gözü tamamen uşaqların yaxşı değil, olmasa da belə bu yaxşı değil dediğim, yani gözlerine bir şey eləmir. Sadece olarak nəzarətdə saxlayırlar gözlerini. Eğer onların istediği kimi düzəlməyə doğru getməsə, uşaqların gözünə müdaxilə edirlər, lazerli, hafif bir əməliyyatlar keçirdə bilirlər. Çünki küvezdə olan uşaqlar oksigenli qaldıqları üçün, oksigen qəbul elədikləri üçün maalesef belə bir problemdən qarşılaşa bilirlər ki, uşaqların gözlərinin retinası, yəni o görmə qabiliyyəti yaxşı gelişməyə bilir, yaxşı düzəlməyə bilir. Ona görə də o düzəlməyəndə də göz zəifləyə bilir. Yəni körluğa doğru, zəifləmək deməyim də körluğa doğru gedə bilər. O olmasın deyə vaxtında müdaxilə eləmək üçün belə erkən doğulan küvəz uşaqlarını nəzarətdə saxlayırlar. Damlanın da gözündə çox şükür irəliləyiş var artıq. O da 3 həftədən 1 gedəcək Dəniz kimi. Amma həkim dedi ki, indi Dənizin keçən həftə getdiyinə görə 3 həftədən 1 olduğuna görə müayinəsi deməli nə vaxtda düşürdü? Gələn 2 həftə sonraya qalmışdı da Dənizin müayinəsi. Həkim dedi ki, əkiz olduqlarına görə sizə çətin olmasın. Ona görə Damlaya da bacısı ilə eyni vaxtda veririk. 3 həftədən sonraya vermirik ki, ayrı-ayrı vaxtlarda uşaqları gətirməyək. İnşallah Allahın köməkliyi ilə bir əməliyyata ehtiyac qalmadan, heç nəyə ehtiyac qalmadan özünə düzələr ikisinin də gözü. Bu arada mənim ümidim düzəlmələri yönündədir. Niyə? Çünki Allah'a çox şükür, Dənizə də, Damlaya da küvəzdən oksigen çox az verildi. Yəni Dəniz demək olar heç oksigen verilmədi Dənizə. Oda havasına tez çıxarıldı. Yəni küvezin içində oda havasına nəfəs alırdı. Amma Damlanın isə ehtiyacı var idi. Oksigenə biraz ehtiyacı var idi. Damla biraz oksigen alır ona görə. Böyük ihtimalle Dənizlə Damlanın da gözündə ona görə fərq var. Amma indi çox şükür Damla da gəldi Dənizə çatdı yəni. Çox sevinirəm. Allah'a çox şükür edirəm. İnşallah tezliklə toparlananlar da başqa şeylər, yəni əməliyyata ehtiyac qalmaz. Bir də bu hər 3 həftədən bir uşağı apar gətir.
Bunları da yığışdırırlar. Orada məsələn valideyn gətirənlər var. Soruşuram onlardan. Məsələn bəziləri var ki, çoxdan gətirirlər. Onlar deyirlər ki, hə biz əvvəl 2 həftədən biri idi, sonra 3 həftədən birə çıxarıldı bu. Bəzilərində artıq ayda birə, bəzilərində 2-3 ayda bir arada düşürülür. İnşallah Allahın köməyi ilə bizimkilərdə də belə olar. Bizimkilər də ayları çox azaldığa gedərlər. Mən yumurtamı yığışdırdım, çox ağıllıyam da. Yadıma heç düşmür ki, ben burada 2 dənə hələ şeyim var, milföy hamurlu börəyim var. Unutmuşam təmiz. Çox ağıllıyam da mən. Airfryer'i gözləməyə ihtiyac qalmadı. Bu şeyin içine düzdükləri pişib yığıldıqları üçün yer açıldı. Yox, boş qabla göstər. Ha, sen o birisini yemişsən, hə? Burada milföy nələr yeyirlər. Yani yufka berbat vəziyyətdə olsa da pis çıxmadı. Bunun yatışına bakın. Eleme. Yine kurban olurum. Oy. Soğuk. O elə dərin yatıb, bunu bələdim. Yatmaq bilmirdi, güclə yatıstırdım damlanı. Bu arada çok sessiz danışıram çünkü yatıblar. Ay size kupon olurum. Ay yatacağım o. Bu arada bu oyanmış değil ha, yatıp aslında. Can, oy bölüm kupon olurum. Bölümünce yatıp başına dönerim. Yuxusu var imiş bölümü, yata bilmirmiş. Yuxusu başına vurmuşdu, yata bilmirdi. Axır bələrdim qollarını. Güc bəla ilə yatırsaydım. Yatına bağlı ne derece? Ölürüm ile.